Halıq Həyəriçay çökəkliyində yayılmış çəmən-meşə torpaqlarının Kür-Araz ovalığında yayılmış boz torpaqlardan fərqli əlamətləri. İlk növbədə onu deyək ki, Qanı Xərçə bəli, əsasən nisbətən eee, eee, daha rütubətli bölgədə, yəni mülayim isti iqlim tipində yerləşir. Kür-Araz ovalığı isə ölkəmizin mərkəzində, əsasən şərqində, mərkəz və şərqində yerləşən və Azərbaycanın ən böyük düzənliyi olub, əsasən yarımsəhra iqlim tipinə xarakterikdir və biz buna uyğun olaraq Qara Xərçəyi Kirazdan fərqləndirək. Deməli, mülayim isti iqlim tipində formalaşır. Bəli, qanı xərçəng bayaq da dediyimiz kimi, səsləndirdiyimiz kimi mülayim isti iqlim tipi xarakterikdir. İki tektonik çökmə, hər iki yəni qanı xərçəng hər ikisi çökməyə uyğun gəldiyindən bu fərqli cəhət ola bilməz. Və yaranmasında intrazon amillərinin təsiri böyükdür və eyni ilə də bəli, çəmən meşə landşaftlarının yaranmasında intrazonal landşaftın böyük bir əhəmiyyəti vardır. Yəni intrazonal amillərin, yəni dedikdə yerin daxili, yəni yeraltı sularının təsiri burada böyükdür. Yəni doğru cavab kimi burada 1 və 3-ü qəbul edəcəyik. Kür dağarcıq çökəliyi təbii vilayət. Hər ikisi bu vilayət daxilindədir. Yəni bu ümumiyyətlə doğru bənd sayıla bilməz. 5. Üzərində düzən meşə landşaftı formalaşmışdır. Bəli, həmin meşə torpaqları üzərində düzən meşə landşaftı formalaşmışdır və doğru bəndimiz artıq burada 1, 3, 5 çıxmış oldu. 6-ya baxırıq. Antropogen yaşlı suxurların olduğu ərazilər yayılmışdır. Hər iki bənddə antropogen yaşlı suxurlar, yəni hər iki düzənlikdə antropogen yaşlı suxurlar geniş yayılıb və bu da yanlış cavabdır. Demək elə dediyimiz kimi doğru cavab 1, 3, 5 olacaq.